Eşq videolarımız gəlir. Dəyərli qonağımız var. Miri qardaşımızdır. Salam. Yine söyleyeceklerim. Orada balıq var. Öz mətbəximizdən başqa yalan. İtirildi neyse. Efes nə oldu? Mazi xarab eləmir. Bu həzin nəğmələr altında iki tənha ürək qovuşdu. Yarısını getir. O ne daha? Amma il 2026 və Azərbaycan Drinking Team yeni ildə ilk videosunu çəkməyə gəlib. Getdi. Eşq videolarımız gəlir. Gəlmişik, artıq içəridəyik biz və biz bugün tək deyilik. Bizimlə bugün dəyərli qonağımız var. Miri qardaşımızdır. Salam. Özbəkistandan gəldi. Özbəkistanda Bakı restoranında çalışır. Bakı restoranı açıb qaldırır və Özbək xalqını bizim milli mətbəxlə tanış edir. Xoş gəlmisən Miri. Sağ ol. За встречу. Həci də bugün vurur ha. Həci vurdu. Yox. O sıfırda da yox. Vurdu. Çəkilir ha. Efes nə oldu? Mazi xarab eləmir. 3-4 dənə aradası bir yemək demişik, o sonranın işidir. Amma hələ ki zakuskanı gözləyirik. Demişik ki, povara belə maraqlı bir zakuskalar olsun. Fətəni problemlədim, üstörlü. Burada bolmen qeyri-adi olan zakuska badımcan çipsidir. Davay problemliyə hərəmiz. Baxa görək. Xırtıt var. Pivo tematikasıca. Gediyəcəm, bu sözsüz ki, içilməlidir. Yəni, bəli. Yaxşı bir sən ha. Öyrənir də. İçenler kimi daha? Öyrənir. Onu bir əvra. Sağ ol. Hələ ki hər şey yaxşıdır. Badımcan çipsini yoxlamışıq, yaxşıdır. O nə qədər içir? Hamıdan çox içirir. Vahid nəsə çox sakit oturur. Nəsə demək istəyirsən? Yok. Ben siftemdi bu ilde. No comment, hə? Hə, müəllim. Birinci qaraçı gəldi. Birinci qaraçı gəldi. Tez Deməli, gəldi. Qızıl balıq gəlib. Sustum. Qaymaqlı və spanaqlı. Yanında bu limon tatlı. Ya. Nə tatlı? Ara. O öz tərəfindən. O sənlik deyir, ya. hə? Davay bir dənə qabları verin bura. Mən həmişə deyirəm, Duz duz olmalı. çatmasa okeydir. Əsas odur ki, duz çox olmasın. Çünki sən özünə regulirovka verə bilirsən. Ha, balığı soğusun. Lezzeti lezzet. Ne getir? Bəli, şefin dediyi kimi də duzu biraz azdır. Amma belə dadı köşəkdir. Balığın tuzu var daha böyle değil. Burada gördüyünüz 2 dənə yemək eyni yeməkdir. Sadəcə fərqi tapın. Xahiş edirəm, burada aşağıda yazın nədir. Biri senzur oldu, biri senzur oldu. Sizə zarafat edirəm. Biri ispanaqlıdır, rəngindən də görürsünüz. Burada da Nədir? yaddan çıxıb. İspanaqsızdır da. Yaddan çıxıb ona əlavə eləmək.
yaxşı kampaniyada oturmuşuq. Əsas odur ki, demək istəyirəm ki, biz indi bunu içirik, Ramazan deyil. Yəni siz bizi linçləməyin. Yəni onu bilin ki, Ramazan hələ başlamayır. Əsas o Ramazan. Tarif göstərəcək. Özü getdi o tərəfə. Yəni, xoş gördük. Sağ olunuza. Əziz o tərəfə baxır görəcəyinizə. Yenə söyləyəcəklərim. Orada balıq. Sağ ol. Çox maraqlı deməli, dəniz məhsulundan saz gəldi, seafood saz gəldi. Və bunun həqiqətən də qəşəng üstə sıxation buna görə, qırmızı soğan. Station, sağ ol sənin. Görəsən Posidonsan. Öz aramızdır. Mən ilk dəfə eşidirəm ki, sadəcə dəniz özü seafood, burada midye var, nə bilim, kalmar zad var. Doğrudan çox ad olaraq maraqlıdır. Amma pis deyil həqiqətən. Bəli. Gələn yeməklər içində Hələ ki nömrə 1-dir. bu nömrə 1-dir həqiqətən. Onda da var ya, bir dənə qulluq var ya. Elə bir ki, paella yeyirəm. Paella ilə oxşarlığı var. Hə? Düyüsüz. Hə, düyüsüz, hə. Düyüsüz. Doğrudan maraqlı idi yəni. Hələ ki, bura gələn yeməklərdən doğrudan hələ ki, ən yaxşısıdır. Nömrə 1 budur. Amma ikinci yemək gəlir də. Nömrə 1-dir. Öyle. Asaid. Mən dəniz məhsullarını ancaq bovla yemişəm da. Yəni coratın bölündə bölmüşəm. Bunlar mən yatdım, ancaq mədəyə gedir. Miri dostumuza bir sual verək. Özbəkistanda yəni yaxşı bilər də yəqin ki, əsas yəni mətbəxdə deyirəm də, restoranlarda. Yəni Özbəkistanın restoranları və Azərbaycan restoranlarının əsas fərqi nədədir? Öz mətbəximizdən başqa yalan. Bunu deyə bilərəm. Söylə, nə deyəsən? Öpürəm səni. Doğrudan da öz mətbəximizdən başqa yalandır. Mən orada ilk bir ayı demək olar ki, yemək yemədim. Kim nə deyirdisə, məncə birinci yerdədir. Valla, hər bir ağız dadına uyumludur. Necə ki, dilimiz hər bir dilə yatır, mətbəximiz də elə. Bütün insanlar, yəni bütün hər bir ölkənin vətəndaşı dadır bizim mətbəxi. Yəni söz var, möhtəşəm. Başqa heç. Bizimkilərin sağlığı. Midye namına gəldi, bəli fırında. Balı məsələn ki, mən limonla, naşarla yemək lazımdır. Üstündəki qırmızı ikra ilə. Bitti. İtirdin sən. Pendili. Pis deyil, yəni dəniz məhsullarını sevirən insanlar üçün pis deyil. Hələ ki, məndə favorit elə sazdır dəniz məhsulundan. Bu onsuz da yəni prosta zakuskadır da yəni. Sən onu bir tutmalı olursun. Zakuson. Zakuson. Çerkizon zakuson ha. Bizə götürürəm bilə. Davay. Qırmızı ikradın ya. İşimizi görməlidir ki, cəmaət bunu bilsin ki, buna görə bura gəlməyə dəyər. Yəni onun üzərindən getmək lazım. Mesela biz karışmıyoruz. Ne kuxnaya karışık, ne para. Amma qarışmalısınız, amma qarışmalısınız. O barədə yox. Aha. Yəni ki, nə sataqsa biz, onlar nə deyir, biz eyni. Mən obyektin yapmayı, babuşda dana quyruğundan buğlama verdilər. Yəni, mənim çox şkala vardı orada. Qaymalı krevetka vardı. Yəni, такие, да, нужно именно изюминки постоянно держать. Да, из-за этого вам вот такие вот блюда, вот вы когда будете в соцсетях, да, например, что-то делать, вот с таких этих начинаете. Но, например, пятна, если будете рекламировать, это никому не интересно, везде есть, да, это, да. А это... Повар позвонит, чтобы он сам с вами. Да, я Мы понял. не знаем. Повар, он может, например, я не знаю, да, он, наверное, может, растерялся, я не знаю, но он когда увидел, да, может не все сразу сказать, всю картину, да. А вы, в принципе, знаете все меню, из-за этого я вам сам сказал, что с самого начала, что вы сами тертib eləyin, что вы хотите, чтобы пошло, да. Ну, на следующий раз вы уже знаете. Ну, слушай, иншалlah. Sümüksüz Bəli. pendili toyuq gəldi. Var. Qazdır burada, induksiya. İnduksiya nədir? İnstruksiya. Hə, qaş. Qazdır burada, induksiya.
İnduksiyon. İnduksiyon mu peşte? Ha, induksiyon. Ha, peçe deyil ha. Ha. Mən induk zat deyirsən sən. İnduksiyon. Ha, qaz səs, qaz. Bundan qaz şey fikirləşdirir. Quş. Pendir Məsəl üçün bişirib qəşəng xrustiyaş edib, sonra pendiri qoyub qoyursunuz konfitomata, o pendir əridib çıxartdı verir. Toyuq sevən adamlar üçün bu yemək məncə xoşlarına gələr. Birincisi burada sümük yoxdur, burada əlləşməyəcəksiniz sümüklərlə. Naxada hop getdi, hop stop. Yəni normal yeməkdir. Amma yenə də ona çatmır. Bax bu seafood saca udzur ona əlbəttə ki, amma birinci gələn yeməkdən daha yaxşıdır. Bəli. İkinci yerdədir. İstərdim ki, belə tez-tez belə maraqlı görüşlər olsun. olsun. Xoş belə Xoş bir şey. keçirdə həmişə. Sizin sağlığınıza, siz də bir gün bizlə oturasınız belə. Öpürəm. Ayala, balıq, qaymaqlı, çox tatlı. Qəşəng konsertdir burada. Biz axırıncı yemək barəsində deyək ki, bu yemək üçüncü yeri tutdu. Ən yaxşı yenələr seafood sac idi, ikinci də buydu. Yəni razılaşarsınız da mənlə. Mən Ələkbər dediyinə qarşıyam. Ən favori dəniz məhsullarından sadəcə. Marmarita demək olar ki, ünlülər nömrə 1 dəniz məhsullarından sac idi, seafood sac, elə o Marmarita olur. Ünvan isə çox rahat tapılan bir yerdir. Türk Səfirliyi, Maliyyə Nazirliyi. Düz onların arasındadır, Səməd Ruhu küçəsindədir. Sağ ol. Marmarita. Həmişə yeyib içmələrdə.